Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil iş dəftərindən səhifə 26 və 27-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 2 tapşırığında deyir ki, cümlələri İskəndərin buynuzu var nağılına əsasən tamamla. 1. İskəndərin başında buynuz çıxmışdı, ona görə də şiş papaq qoyardı. 2. İskəndərin dəlləyi günü-gündən saralıb solurdu, çünki artıq dözə bilmirdi. Yəni ki, artıq o sirri tuta bilmirdi, sirri açmaq istəyirdi. 3. Dəllək artıq sirri saxlaya bilmirdi, ona görə də bir çuxur qazdı və ora sirri dedi. 4. Çoban İskəndərin sirrini aləmə yaydı, çünki tütəkdə İskəndərin buynuzu var, səsi çıxırdı. 5. İskəndər dəlləyi cəzalandırmadı, çünki onun heç bir günahı yox idi. B. Yarımbaşlıqlara və qeydlərə əsasən Böyük Fatih dinləmə mətninin qısa məzmununu yaz. İskəndərin uşaqlığı. Eradan əvvəl 336-cı ildə anadan olub. Makedoniyanın paytaxtı Pella şəhərində dünyaya gəlib. İskəndərin təhsili. Aristoteldən təhsil alıb, fəlsəfə, tibb, məntiq və incəsənəti öyrənib. Hökmdarlığı və sərkərdəliyi. 20 yaşında taxta çıxıb. 12 il hakimiyyətdə olub. İran və Hindistanı yürüşlər edərək imperiyanı genişləndirib. Fatihin son illəri. Eradan əvvəl 323-cü ildə vəfat edib, ölümünə dərhal sonra imperiyası parçalanıb. Keçək səhifə 27-yə. Keçdik səhifə 27-yə. 3 tapşırığında deyir ki, nöqtələrin yerinə yaxın mənalı sözlər əlavə etməklə mürəkkəb sözlər düzəlt. Gözəl, göyçək, dost tanış, adət-ənənə, tək tənha, toz torpaq, adlı, sanlı, kitab, dəftər, oğul, uşaq, güllü, çiçəkli, dinmə, söylənmə. B. Fərqləndirilmiş sözləri sinonimləri ilə əvəz etməklə cümlələri köçür. Bir sözdə deyim, məndə iş dəftərində yazılmayıb bəzi sözlər. Məsələn, bu sözlər sözü belə yazılmayıb. Bostançı, qovunlar, mən onlara özümü yazmışam və görünənləri də o qədər də yazmamışam. Məsələn, taxib diqqətlərini yazmamışam. Amma burada qovunlar sözü ümumiyyətlə yox idi, ona görə yazdım. Yəni, bəzilərində də yoxdur. Ona görə də yəni bilin ki, bu sözlər belədir. Aha, davam eləyək. 1. Bostançı bal kimi qovunlardan birini kəsib bizi qonaq etdi. Bostançı bal kimi yemişlərdən birini kəsib bizi qonaq etdi. 2. Babam gözlüyünü taxıb diqqətlə qəzetə baxdı. Babam eynəyini taxıb diqqətlə qəzetə baxdı. 3. Fatimə bizim dərnəyin ən aktiv üzvüdür. Burada aktiv sözünün sinonimi ilə əvəz edirik. Yəni, Fatimə bizim dərnəyin ən fəal üzvüdür. 4. O var qüvvəsini toplayıb ayağa qalxdı. Burada qüvvəsini sözünün sinonimi ilə əvəz edirik. O var gücünü toplayıb ayağa qalxdı. C. Cümlələrdə təkrarlanan ifadələri uyğun sözlərlə əvəz et. 1. Kamal nə edəcəyini fikirləşirdi. Başını əlləri arasına alıb dərindən fikirləşirdi. Bunların hamısını bir cümlə ətrafında yazmalısınız. Hər iki fikri bir cümlədə yazmalısınız. Çünki yəni bura elə balaca yazmalısınız ki, yerləşsin. Ona görə də bir cümlədə yazın. Yəni, burada baxaq birinci nəyi əvəz eləyəcək. Fikirləşirdi sözünü əvəz eləyəcək. Çünki 2 dəfə o təkrarlanıb. Kamal başını əlləri arasına alıb nə edəcəyini düşünürdü.
2. Alov güllələri möhtəşəm görünüşü ilə diqqəti cəlb edir. Bu möhtəşəm bina müasir Bakının simvoluna çevrilib. Burada möhtəşəm sözünü əvəz eləyəcək və füsunkar sözü ilə əvəz eləyirik. Yəni cümlə belə olacaq. Alov güllələri füsunkar görünüşü ilə Bakının simvoluna çevrilib. 3. Bu gün iclasa çox adam gəlmişdi. Zalda çox adam var idi. Burada həm çox, həm də adam sözünü əvəz etmək olar. Ancaq məsələn yaza bilərik. Belə əgər adam sözünü əvəz eləsəz, belə olacaq. Bu gün iclasa çox insan gəlmişdi. Zalda çox adam var idi. Belə olmur. Ona görə də çoxu xeyli ilə əvəz etmək daha doğrudur. Yəni bu gün zaldakı iclasa xeyli adam gəlmişdi. 4-də deyir ki, baba nəvələrinə həvəslə nağıl danışırdı. Uşaqlar həvəslə dinləyirdilər. Həvəslə sözünə əvəz eləyəcək maraqla sözü ilə. Baba nəvələrinə danışdığı nağılı uşaqlar maraqla dinləyirdi. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarının yerinə yetirməyə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.